7 iyul 2024-cü il. 7 iyul 2025-ci il. Keçən illərin inaslarını yerə düşmürdü. Göbələklərin altıda hamısı bomboş, heç kimdə nejankalar hamısı yığılıb qalıbdı orada. Keçən il belə deyil, bir dənə nejanka tapırdın ki, məsələn istirahət edəsən, nejankalar hamısı üst-üstə qalıbdı. Boşluq, sakitliyi, müştərisini gözləyən sahibkarlar. Onlar deyirlər ki, son günlər müşahidə olunan sərin hava şəraiti çimərlik biznesinə də ciddi təsir edib. Əvvəlki illərdə bu vaxtlar çimərliklərdə adam əlindən yer olmurdusa, indi mənzərə tamamilə fərqlidir. Yay var, amma isti yox. Çimərliklərdə durğunluq hökm sürür. Sahibkarlar maddiyyat baxımından bir xeyli ziyan etdikləri qənaətindədirlər. 8 min, 7 min, 6 min adam olurdu. İndi isə gördüyünüz kimi heç kim yoxdur ərazidə. 5-10 nəfər barmaqla sayılası bir şeydir. Bir həftədə ki, belə çimərlik bomboşdur. 3 ay, yəni gözləyirsən ki, 3 ay məsələn sezon olacaq, 3 ay işləyəsən, o da ki, beləncə hava şəraiti imkan vermir. Vapşım adam insan girmir dənizə. Elə aldığım, pişirdiyim əlimdə qalır. Satış yoxdur. Görə adam görə ki, çər satan da insan. Yox desin. O boyda pul batır, bir mat çıxmır ortaya. Adam yox, insan yox. Göz qabağında da dənizə tərtəmiz, adam yox, insan yox. Boş yerə gəl, dur, otur burada, axşam budur gedək. Bu böyüklükdə çimərlikdə barmaqla sayılası dincəlməyə gələnlərin də fikirlərini öyrənməyə çalışdıq. Yay fəsili yoxdur, yoxa çıxıb. Küləkdir, ora girirsən, külək də vurur. Qıraqda da, burada da komfort yoxdur. Burada da küləkdir, qumun səpələr üstündə. Belə hava şəraitinə görə yəqin ki, heç kim gəlmir. Yəqin ki, Hava soyuqdur, yəni gələnlər də görür soyuqdur, küləkli də ona görə çıxıb gedirlər. Ümumiyyətlə dənizə girmirlər. Xeyr. Gəlib şəkil zat çəkdirib çıxıb gedirlər. Boşda oldu 100%. Əvvəllər hamı gəldi, bu aylar hamı ancaq dənizdə olur. İnşallah bir günə havalar istiləyə baxmışam. Ümid edirsiniz ki, düzələcək. İnşallah. Havadan söz düşmüşkən, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, qarşıdakı günlərdə Bakı və Abşeronda havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq. Vurğun Mədətov, Zaur Ağamir, İTV Xəbər.